Salam əziz dostlar, məntiq dərslərinə davam edirik. Bugün biz sözlərə aid bölgülər haqqında ikinci növü oxuyuruq, amonimlərdən danışacağıq. İstər eyni zamanda, amonim nə deməkdir, onu demək istəyir. İstər eyni zamanda, istərsə də zaman fasiləsi ilə, amma əlahiddə şəkildə müxtəlif mənalara ad qoyulan eyni bir sözə amonim deyilir. Məsələn, Azərbaycan dilində çay, axar çaya da deyilir, içməli çaya da deyilir məsələn. Ərəb dilində eyn, gözə də deyilir, bulağa da deyilir və s. İndi burada əlahiddə ifadəsi var. Əlahiddə nə deməkdir? Tərifdə qeyd edilən əlahiddə şəkildə ad qoyulan ifadəsi bunu bizə çatdırır ki, çoxmənalı sözlərdən fərqli olaraq çoxmənalı sözü oxuyacaq qabaqda. Olaraq amonimlərdə sözlər bir mənadan digər bir mənaya ötürülmür. Ayrı-ayrı adlar qoyulub. Bir zamanlar bu sözə bu məna verilib, digər vaxtda həmin bu mənaya bu söz aid edilib məsələn. Məsələyə biraz fərqli yanaşan Azərbaycan dilçiləri isə amonimə belə tərif veriblər ki, deyilişi və yazılışı eyni, leksik mənaca isə, yəni məna baxımından isə tamamilə fərqlənən sözlərə amonimlər deyilir. Ha belə, onlar çoxmənalı sözlərin amonimdən fərqini belə izah ediblər. Çoxmənalı sözlərdə ilkin məna ilə bağlılıq zəruri şərtdir. Biz bunu çoxmənalı sözlərdə oxuyacağıq. İlkin məna ilə ondan sonra törəmə mənalar bağlı olmalıdır, uyğun olmalıdır həmin mənaya. Bu bağlılıq olmadıqda həmin sözlər çoxmənalılıq yox, amonimlik xüsusiyyətini daşıyır. Yəni amonimlə çoxmənalı sözün mənası budur ki, əvvəl lüğətçilər məsələn bir sözün bir mənaya işlədiblər, sonra o mənaya yaxın mənalarda işlədiblər. Məsələn, çay sözünü məsələn deyirəm. Amma amonimlərdə elə deyil. Çay müxtəlif məna, bizim bir söz məsələn müxtəlif mənalarda əvvəlki mənaya uyğun olmaya da bilər. Müxtəlif mənalarda işlənə bilər. İstər eyni zamanda olsun həmin bu sözlərin bu mənalar üçün təyin olunması, istər başqa-başqa mövzularda olsun. Başqa-başqa zamanlarda olsun. Bəli, sağ olun.